gün toyumuz var. Ora hazırlaşdım. Əslində hazırlaşmamışdan qabaq video çəkəcəydim, amma çox təcili salona getməli olacağım üçün çəkə bilmədim. Salonda hazırlaşma videosu çəkdim, onu yerləşdirəcəm videonun ortalarına. Belə. Bu artıq mənim 3-cü vlogumdur. Səhifədə çox qəşəng irəlilədiyini düşünürəm. Siz də abunə olarsınız, like edərsəniz və yorum yazarsanız çox sevinərəm. Nardini nənəgilə qoydum. Gedirəm indi evə. Biraz durub sonra hazırlaşacağım. Amma Belinay çox ağlayacaq. Zaten Narini gətirəndə belə çox ağladı. Və mən bilmirəm bu qızı necə örgədim ki, gələcəm, gedəcəm. Narahat olma. Olar ki, artıq çatıram evə və gedib biraz bəlkə yemək yedim. Toya gedəndə də yemək yemərsəm bə. Belinayı falan rahatlayacağım. Çünki çox ağlayır. Ben bunu neçənci dəfə dedim artıq videoda. Çünki çox ağlayır. Hədsiz ağlayır. Yəni anlamır. Çünki uşaq vaxtından çox tək qaldıq. Çox demək olar ki, mənə bağlı oldu. Amma Narin eləmirəm. Tabii biraz ürəyim ağrır. Sanki Belinaya çox bağlı olub. Narini dışlayırammış kimi hiss edirəm bəzən. Amma həm onun üçün, həm mənim üçün çox çətin olmasın deyə Narini biraz yatanda ayrı yatırdıram. Tez-tez qucağıma almamaq çalışıram. Belə. Və makyajımı bəyəndinizmi? Heç bir fikrim yoxdur. Çünki bunu yorumlarda siz yazacaqsınız. Videonun bu hissəsinə qədər baxdınızsa görəcəksiniz bu sualıma. Makyajımı bəyəndinizmi? Sonra ikinci hissədə isə donunu göstərəcəm. Onu da bəyənib bəyənmədiyinizi yorumlara qismində yazarsınız. Kızlar, indi hazırım. Sizə komik videosu çəkə bilmədim. Hazırlama videosu çəkə bilmədim. Sözümü tuta bilmədim. Üzülü sayıb. Çünki yenə Belinay güclə qaçmışam. Belə bir geyim sizə göstərəcəm. İndi gedirəm restorana. Bu ara sokaklarda çıkabilsem size göstereceğim. Yaxındır restoran, ona göre de taksi getmək istəmədim taksi ilə. Belə daha rahat olacağını düşündüm. Və Vüqar da toyda video çəkir. İlk dəfə yəni onunla eyni toyda olub onun video çəkdiyini görəcəm. Heç rastlaşmamışdıq. Bu da benim için bir ilk. En çok da buna göre toya gitmeye heyecanlıyım. Hem bir YouTube videosu çıxır diye, iki de Vüqarı göstereceğim diye o necə video çəkir heç görməmişəm. You bring the calm when the world's too loud. كبرت حبيبتنا آخر صبي بعيلتنا حبيبة إما وبيا أغلى من عيونا معنا خدها عدني جديدي حميها خليها سعيدي. Elini uzat güllərə. Bax. Yaxşı. Herkese salam kızlar, necəsiniz? Dünən qapanış videosu çəkə bilmədim.
Əslində çəkmişdim. Amma o qədər pis olmuşdu ki, çox yorğun idim deyə yaxşı alınmamışdı. İndi çəkirəm. Dünən narini gətirmədim nənəgildən. Orada qaldı. Gec gəldiyim üçün. Bugün gedirəm gətirməyə. Və gətirmək səbəbilə sizə qapanış videosu çəkmək istədim. Video böyük ehtimal biraz qısa olacaq. Çünki çox çəkə bilmədim heç nə. Yarısını da bu qədər kamerayla çəkdiyi üçün kameradan götürməyi düşünürəm. Maraqlı, gözəl yerləri. Sizinlə də bölüşərəm yəqin ki. Belə. Ümidvaram ki, bəyənərsiniz videoyu. Abunə olub like etməyi unutmayın. Yorum yazmağı heç unutmayın. Əsas yorum. Və gələn videomuz nə haqda olsun, o haqda da bir yorum yazarsanız sevinərəm. Sağ olun.